Əyyub 29-cu fəsil. Əyyubun yekun sözü. Əyyub yenə misal çəkərək dedi: Kəş ki, ötən aylar geri dönəydi. Allahın məni qoruduğu, çırağının başım üstə işıq saçdığı, nuru ilə qaranlıqda gəzdiyim günlər. Kəş ki, həyatımın çiçəkli günləri geri dönəydi. Mənə yal olan Allahın çadırımı qoruduğu, külli ixtiyarın hər vaxt mənimlə olduğu, övladlarımın ətrafımda dolandığı, yollarımın südlə yuyulduğu, yanımdakı qayadan zeytun yağı axdığı günlər. Şəhər darvazasına gedərkən, kürsümü meydanın başına qoyarkən, gənclər məni görüb gizlənərdi. Yaşlılar ayağa qalxıb hörmət göstərərdi. Başçılar söhbətini dayandırardı, əlləri ilə ağızlarını tutardı. Əsilzadələrin səsi çıxmazdı. Dilləri damaqlarına yapışardı. Qulaq məni eşidəndə alqışlayardı. Göz məni görəndə tərifləyərdi. Çünki imdad diləyən fəqiri, köməksiz yetimi qutarardım. Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi. Dul qadının qəlbinə şən nəğmələr verərdim. Libas kimi salihliyi geyinmişdim. Sanki ədalətim mənə cübbə və tac idi. Körlara göz idim, topallara ayaq idim, yoxsulların atasıydım. Qəriblərin müşküllərinin qayğısına qalırdım. Haqsızın çənəsini qırırdım. Ovunu dişlərindən qoparırdım. Düşünürdüm, son nəfəsimi yuvamdaca verəcəyəm. Ömrümün günlərini qum qədər çoxaldacağam. Köküm sulara tərəf rişələnəcək, budaqlarıma şeyh düşəcək. Qazandığım şərəf təzələnəcək, əlimə yeni ox kaman gələcək. İnsanlar ehtiramla məni dinlərdi. Səssizcə məsləhətimi gözlərdi. Heç kim sözümün üstündən söz deməzdi. Sözlərim üzərlərinə tökülərdi. Məni yağış kimi gözləyərdilər. Yaz yağışı tək sözlərimi içirdilər. Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar. Gülər üzümdən ruhlanardılar. Onlara yol göstərərdim, başçı kimi əyləşərdim. Əskərlərin arasında padşah kimi ömür sürərdim. Yaslılara təsəlli verənə bənzəyərdim.